Türkiye'nin ilk pilotsuz döyüş təyyarəsi olan Bayraktar Kızılelma növbəti tarixi uğura imza atıb. Bildirilib ki, Bayraktar Kızılelma Sinop sahillərində həyata keçirilən sınaqda görmə məsafəsindən uzaqda hava raketi ilə reaktiv mühərrikli hava hədəfini vurub. Beləliklə, Bayraktar Kızılelma dünyada bunu edən ilk pilotsuz döyüş təyyarəsi olub. Senariya uyğun olaraq buraxılan yüksək sürətli reaktiv mühərrikli hədəf dronu Bayraktar Kızılelma üzərində yerləşən Aselsan Müdafiə Sənayesi şirkətinin hazırladığı radar tərəfindən aşkar edilib və izlənilib. Radar hədəfi dəqiq müəyyən etdikdən sonra pilotsuz döyüş təyyarəsi hava raketini atıb. Atılan raket reaktiv mühərrikli hədəfi vurub. Dünyadakı pilotsuz döyüş təyyarələri layihələrinin böyük əksəriyyəti əsasən havadan yerə missiyalar üçün nəzərdə tutulub. Odur ki, bugünə qədər hələ heç bir pilotsuz platforma havada olan hədəfə atəş açmaq qabiliyyətinə nail olmayıb. Bayraktar Kızılelma isə uğurlu sınaq nəticəsində ilk və yeganə platforma olmaqla aviasiya tarixində yeni bir dövrə qədəm qoyub. İlk dəfə 2022-ci ilin avqustunda Samsun şəhərində keçirilən Teknofest Aerokosmik sərgisində təqdim olunan Kızılelma Türkiyənin səsdən sürətli qırıcı puasıdır. Puanın uçuş kütləsi təxminən 6 tondur ki, bunun da təxminən 2 tonu faydalı yükdür. Kızılelma 12 kilometr yüksəklikdə 5-6 saat uça bilir. Kompaniyanın məlumatına görə Satcom şəbəkəsi ilə işləmək qabiliyyəti sayəsində Puanın uçuş diapazonu məhdudiyyətsizdir.